O valideynə qulluq eləməlisən sən. Bəzən onun sözlərini bu qulağından alıb o qulağından buraxmalısan, amma sayğılı və qulluğu əksik eləməməlisən. Bir ana öz uşağına nətər bax. Uşaq bəzən bir şeylər deyir, ana heç ona qulaq asmır, geyindirir kalqutkasını. Kalqutkasını geyinməlidir, soyuq olar ona. Valideynlə münasibətdə də bu cür olmalıdır. Mən bunu Konfutsiyadan öyrəndim. Yeməyini qoyacaqsan, dərmanını qoyacaqsan, valideyn hirslənəcək sənə, deyinəcək, deyəcəksən, mama, papa, sizi sevirəm, sabah yenə gələcəm. Dərman da buradadır, yemək də buradadır. Münasibət bu cür olmalıdır. Ha, o mənə belə söz dedi, mən küstüm getdim. Xəstəsənsən. Sən həkimsən. Sən küsməyə ixtiyarın yoxdur.